Sabahın xeyir Azərbaycanda bir efir günü necə başlayır? Əslində bizim efir saatımız 7-10 radələrindədir. Sadəcə olaraq yay fəslində biz 8-10 aralığına keçirik. İndi də dünya çempionatı oyunları var idi deyə bəzən vaxtımızda yenə dəyişikliklər olurdu. Şirkətin maşını bizi götürür, sonra ilk olaraq qrim otağına keçirik. Saçımı daha çox özüm edirəm. Təbii ki, makiyajı qrim ustaları edir. Efir 7-də başlayanda mənim efir vaxtım 7:14, 7:15 aralığında olurdu və 7:20-yə qədər. Lakin indi dünya çempionatı oyunları var deyə birinci oyunlardan danışılır. Mən isə efir vaxtına əsasən 8:34, 35, bəzən 36-da efirə çıxıram. Qrimdən sonra gəlirəm efir otağına, materiallarımı yoxlayıram, daha sonra mikrofonlar taxılır və keçib studiyada öz vaxtımı gözləyirəm. Nurayla sabahın xeyir olsun. Sabah xeyir olsun Nurayla. Necəsən? Yaxşıdan deyilsən. Birinci aparıcılarla qısa bir söhbət eləyirik. Hər hansı bir xüsusi xəbərdarlıq, informasiya və ya həftə sonu ilə bağlı məlumat varsa onları çatdırıram. Sonra öz blokuma başlayıram. 5 dərəcəyə qədər isti olacaq. Axşam saatlarında hava proqnozu efirdədir. Bu cümlədən sonra aparıcılar kadrdan çıxır. Mən isə gördüyünüz kimi əsas monitorun önünə gəlirəm və birbaşa çıxışımı icra eləyirəm. Qulağıma da daim efir redaktoru vaxtım azdır, çoxdur, bitir, yoxsa danış bu kimi məlumatlar verir. Əslində bu vloqda görüb görmədiyiniz böyük bir komanda bu proqram üzərində çalışır. Bir səhər efiri, bir efir gününə məhz belə hazırlaşır. Görək yeni mövsümdə bizi nələr gözləyir və mən sizi necə vloqlarla təəccübləndirəcəm, bəlkə də sürprizlərlə sevindirəcəm. Hələlik.